Hamıya salam. Rəhimə xanımın mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə rahat və tez hazır olan pankek resepti bölüşəcəm. Ona deyim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Keçək ərzaqlarımıza. 2 ədəd yumurta, 3 yemək qaşığı şəkər tozu. Şəkərli xoşlayırsınızsa miqdarını biraz artıra bilərsiniz. Yarım stəkan duru yağ, 1 vanil, 1 qabartma, 1 stəkan yarım süt, stəkan ölçüsü 200 ml-dir. 2 stəkan un. Həmçinin mən qabartmanı qabaqcadan unun içinə əliyib qatmışam. Siz də elə etsəz daha yaxşı olar. Keçək hazırlanma qaydasına. Əvvəlcə yumurta və pesoqu qarışdıracağıq. Yumurta və pesoq qarışdıqdan sonra sütümüzü əlavə edirik. Və üzərinə yarım stəkan duru yağımızı əlavə edirik. Bu onun daha yumuşaq olmağına kömək edəcək. Daha sonra bunları qarışdırırıq. Və keçək unumuza. Videonun əvvəlində də qeyd etdiyim kimi, mən qabartmanı qabaqcadan unla bir yerdə eləmişim. Undan azar-azar töküb qarışdıracağıq. Və 1 ədəd vanil əlavə edirik. Və bunların hamısını qarışdırırıq. Və xəmirimiz hazırdır. Unla azar-azar tökərək çoxlu şəkildə qarışdırdıq. Siz bunu yanmaz yapışmaz tavaya qaşıq vasitəsilə tökərək pişirə bilərsiniz. Mən hal-hazırda belə bir qabdan istifadə edəcəm. Bundan tökmək daha rahatdır çünki. Keçək pişirilmə qaydasına. Tavamızın hər tərəfini az miqdarda yağlayırıq və tavanın qızmağını gözləyirik. Onu deyim ki, pankekin içərisinə şokolad və yaxud da ki, banan əlavə edə bilərsiniz. Və yaxud da sadə halda tez bir zamanda bişirə bilərsiniz. Mən bugün bananlı edəcəm və şokoladlı növündən edəcəm. Tava tam qızdıqdan sonra pankekimizdən əlavə edirik. Və bananlı ediriksə belə qoyuruq, üstünü də bağlayırıq. Görürsünüzsə, pankekin üstündə belə qabarcıqlar yaranacaq. Bu onun pişdiyini bildirir və çeviririk. Yağlardan az miqdarda istifadə edirik ki, daha yaxşı qızarsın. Qazı orta temperaturda qoya bilərsiniz və yaxud da ki, tez bişirmək istəyirsinizsə, biraz xod verə bilərsiniz. Əzizlərim, bananlı növünü bitirdik və keçirik şokoladlı növünü bişirməyə. Eyni xəmir, eyni qayda. Tək fərqi içinə şokolad qoymağımız olacaq. Üstünü belə bağlayırıq və gözləyirik köpüklənsin. Siz bunları damla şokoladla da edə bilərsiniz. Heç fərqi yoxdur. Çox qızartmırıq, yanmasın çünki. Gördüyünüz kimi pankeklərimiz pişdi.
bananlı və şokoladlı növləri. Tez, rahat hazır ola bilən bir şirniyyatdır. İç hissəsi bananlının belədir. Şokoladlının belədir. Çox qızartmağa bunlara ehtiyacı yoxdur, çünki tez bişirilər. Göz haqqınızı halal eləyin. Bişirən hər kəsə nuş olsun. Kanalıma abunə olmağı və bəyənməyi unutmayın.